Deməli, 1-2 gün bundan əvvəl çatdırılmada işləyən bir qardaşımız yolun qırağında dayanarkən təcili tibbi yardım sürətlə gəlib döngəni dönə bilməyib, gəlib vurub və qardaşımız rəhmətə gedib. Adam çox pis olur. Girirsən, oxuyursan şərhləri, insanlar nə qədər səviyyəsiz, nə qədər iradəsiz, nə qədər mənəviyyətsiz olar ki, girib altına yazır ki, motosiklet sürənlər onsuz da çox pis sürür, motosiklet sürənlər belə, motosiklet sürənlər elə. Yəni bu dəqiqə mövzu odurmu sizcə? Yəni bu dəqiqə bunun haqqında danışmağın yeridirmi yəni? Onun ailəsi, onun qohumları, onun dostları hamısı izləyir. Onun körpə uşağı var. Sabah birisinin biraz böyüyəndən sonra o video çıxacaq onun qabağına. Yəni siz nə dərəcədə insaniyyətdən yoxsul, nə qədər mənəviyyətsiz insan oldunuz ki, insanların dünyasını dəyişən bir insandan sonra durub başqa mövzuları müzakirə edə bilirsiniz. Durub nə bilim başqa mövzulardan danışa bilirsiniz. Adam çox əsəb çəkir, başa düşürsünüz? Bu insanlığın yox olması deyə, bu mənəviyyətsizlikdir. Bunu yəni ifadə edə bilmirəm. Bu nədir bilmirəm. İnsanların sözləri adamı elə yandırır ki, yəni elə bir mifologiya var ki, motosiklet sürənlərin hamısı elə bir terroristdir. Belə bir məntiq yoxdur da, yəni. Çoxu dövlət işçisidir, hansı ailə başçısıdır, yarısı çörək aparmaq üçün əlləşir. Okey də, maşın sürənlərin hamısı çox idealdırmı? Yox. Maşın sürənlərin içində də zayları çoxdur da. Yəni nətər gəldi sürənləri var, qəza şəraiti yaradanları var. Niyə onlara heç nə demirsiniz? Niyə ancaq motosiklet gözə girir? Bir dənə motosikletçi gedib hansısa qəza eləyəndə bütün xəbər saytları, bütün hər yer yazır ki, motosiklet sürücüsü gedib nə bilim filan şeyi vurdu. Motosiklet sürücüsü, yəni motosiklet sürücüsünün böyük hərflərlə, boltla yazırlar, qalın hərflərlə yazırlar ki, motosiklet sürücüsünə bir aqressiya yaransın. Heç arada görmədim ki, mən yazsın ki, təcili tibbi yardımın sürücüsü qayda pozdu, nə bilim sürətdə hərəkət elədi. Başa düşürük də, kiminsə həyatını xilas etmək üçün kimisə bədbaxt eləmək olmaz da. Yəni heç kim böyütmür, qabartmır ki, motosiklet sürücüsünün günahı yoxdur. Boş-boş mövzuları trend eləyən, motosikleti ancaq gözüm çıxdıya salanları bir sözlə buradan qeyd eləmək istəyirəm ki, ancaq mənasız şeylər paylaşın da, yəni. Bir dəfə motosiklet sürücüsünü insan kimi dəyərləndirə bilmədiniz. Bax, buradan bütün xəbər saytlarına, hansı ki, bir şey olmamış motosiklet sürücüsü belə elədi, motosiklet sürücüsü belə elədi. Sürücünün nə əlaqəsi var? İnsandır da, faktor insan faktorudur. Yaxşısı da var, pisi də var. Sən niyə məhz motosiklet sözünü insanın gözünə salırsan? Niyə yazmırsan ki, sürücü belə elədi, sürücü elə elədi? Ona görə də cəmiyyətdə aqressiya var. Niyə bugün sən yazmırsan ki, təcili tibbi yardımın səhvindən motosiklet sürücüsü dünyasını dəyişdi? Niyə bunu yazmaqdan qorxursan, çəkinirsən?